Belə anlayırıq ki, Azərbaycanın yəni istər ictimai həyatında, istər iqtisadi həyatında dəyişikliklər hər yerində fərqli vaxtlarda mövcud olmuşdur. Yəni belə deyək, Azərbaycanın cənubu şimalından daha erkən inkişaf eləmişdir və bunun da əsas səbəbi odur ki, cənubda biz Mesopotamiyalı, yəni iki çay ilə qonşu olmamız bizə müsbət mənada yəni inkişaf eləməmizə gətirib çıxarmışdır. Əziz müdavimlər, belə deyirik də, Azərbaycanda yəni cənub tayfalarına biz deyə bilərik Lullubi, Su, deməli ekranda da görürsüz, deməli Lullubiləri, Turukkiləri, deməli Kutiləri, daha sonra Urmiya gölünün qərb və cənubi qərbisində yaşayan Kutiləri deməli deyə bilərik. Amma şimalda yaşayan tayfalar haqqında bizə çox az məlumat vardır. Yəni Naxçı və Gərgər tayfalarından söhbət gedir. Naxçı və Gərgər tayfaları haqqında bizə yalnız 10-cu sinifin dərsində deyirik ki, Naxçı və Gərgər tayfaları Azərbaycanın Araz çayının şimalında Qarabağ və Naxçıvan bölgəsində rast gəlinmişdir. Gəlin görək Azərbaycanın cənubunda yaranmış ilk tayfalar hansılardır? Erkən dövlətlər hansılardır? Bunlar deməli bizim bildiyimiz deməli Kuti, Aratda və Lullubi erkən dövlətləridir. Birinci sizlə bərabər Aratda haqqında gəlin məlumat verək. Aratda yəni təxminən müəllimlər bu istiqaməti götürün. Yəni bax təxmini bu istiqamətlərdədir. Urmiya gölünün cənub-şərq istiqamətindədir. Bizə Aratda haqqında ilk məlumatlar Enmerkar və Aratda hökmdarının dastanında məlumat verilir. Və biz deyirik ki, Aratda dövləti Uruq şəhər dövləti ilə qarşılıqlı şəkildə əlaqəli olmuşdur. Bəzən dost, bəzənsə düşmən şəklində bir-birləri ilə mübarizə aparıblar. Belə deyirik də müəllimlər. Ümumiyyətlə biz deyirik ki, Aratda dövləti daha çox zəngin tikinti materialları ilə, zəngin metal və daşları ilə zəngin idi və Uruq şəhərində deməli məbəd tikintisi zamanı bunlardan deməli istifadə edilmişdir. Demək ümumiyyətlə Aratda da belə deyirik. Şumerlərlə mütəmadi olaraq mal mübadiləsi aparırdılar. Şumerlər bu ərazidədir və deməli buradan birbaşa bura mal mübadiləsi gedirdi. Aratda da əsasən qızıl, iki çay arasında qızıl, gümüş, tikinti materialları Şumerdən Aratdaya isə taxıl meyvə daha çox aparırdı. Deməli burada incə bir nüans var müəllimlər. Xahiş edirəm diqqətlə dinləyin. Dövlətin başında hökmdar dururdu. Hökmdar ens rütbəsini daşıyırdı. Hərbi məsələlər məclisdə müzakirə olunurdu və son qərarı hökmdar verdi. Burada bir incə nüans var. Burada nə deyir? 6-cı sinifin dərsliyində deyir ki, mühüm məsələlər müzakirə olunur Ağsaqqallar Şurasında və qərar çoxluğu ilə həll olunurdu. 10-cu sinifin dərsində deyir ki, mühüm məsələlər, hansı mühüm məsələlər? Hərbi məsələlər məclisdə müzakirə olunur və son qərarı hökmdar verirdi. Çox Allahlı olmuşdular. Deməli, burada daha çox ilaha inanan Şumer və Bərəkət Allahları və ilahə Lama Aratdanın mühafizəsi kimi fəaliyyət göstərirdi. Burada dini işlərə maş-maş deməli baxırdı. İndi isə gəlin Lullubi tayfa ittifaqı haqqında məlumat verək. Lullubi tayfa ittifaqına daxil olan tayfalar Lullubi, Su və Turukkilər olmuşdur. Və eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında yaranmışdır. Deməli, müəllimlər, burada birinci nüans var. Yalnız Aratda erkən dövləti yaranıbdır. 3-cü minilliyin, deməli, 3-cü minilliyin birinci yarısında, deməli, 3-cü minilliyin birinci yarısında. Amma Kuti və Lullubilər 3-cü minilliyin ikinci yarısında yaranmışdır. Aratda dövləti Urmiya gölünün cənubu şərqində, Lullubi dövləti isə gördüyünüz bu tamamilə Urmiya gölünün cənubunda deməli yaranmışdır. Belə deyirik müəllimlər, yadınızda qalmaq üçün bu formada deyirsiniz. Urmiya gölünün ərazisi Diyalə çayına qədər gəlirdi. Dövlətin yaradıcısı verilən məlumatlara görə deməli İmaşqın olmuşdur. İmaşqın ölkənin ərazisini vilayətlərə bölürdü. Vilayətlərə hakimlər tabedir, yəni canişinlər idarə edirdi. Hökmdar padşahlar, padşaha adlanırdı. Ancaq bunun da əsas rəqibi Akkad idi.
ən qüdrətli hökmdarımız Anubani olmuşdur. Anubaninin uğurları qələbə abidəsində özünü göstərirdi. Biz deyirik ki, 2 çay arası buradakı baş anla səma tanrısı Anu deməli idi. Aratda da isə müəllimlər ilaha inanla adlanırdı. Şumer bərəkət Allahı, deməli, ilahə Lama isə burada, deməli, Aratdanın mühafizəçisi adlanırdı. İndi gəlirik Kutinə, Kuti erkən dövlətinə. Deməli, Kuti erkən dövləti deyirik, yaranıb eramızdan əvvəl 3-cü minilliyin ikinci yarısında. Düzdürmü yoldaşlar? Burada belə bir sual düşə bilər. Hansı dövlət, hansı erkən dövlət, Akkad dövlətinə qarşı mübarizə şəraitini yaranıb? Deyirsiniz, deməli, Kuti erkən dövləti. Deməli, Akkad dövlətinə qarşı mübarizə Lullubi dövləti ilə Kuti dövlətinin oxşar cəhətidir. Bunu belə yadda saxlayın. Deyirik ki, Şumer şəhər dövlətinin himayədərinə çevrilibdir. Lullubilərlə Kutilərin oxşar cəhətlərindən biri də odur ki, Şumerlərlə iqtisadi əlaqələri mövcud olmuşdur. Düzdürmü yoldaşlar? Daha sonra deyirik. Deyir ki, deməli, ərazisi Urmiya gölündən, deməli, biz deyirik ki, bu Kutilər burada yaşamışdır. Ərazisi Urmiya gölündən, deməli, İran körfəzinə qədər gəlmişdilər. Və belə deyirik müəllimlər, belə bir sual düşə bilər. Yəni ki, Akkad hökmdarı Naram Suyin Urmiya ətrafında uğurları, yəni müvəqqəti xarakter daşıyırdı. Belə ki, onlar 3 dəfə göndərdiyi qoşunların heç biri salamat qayıtmamışdır. Və belə deyirik ki, Akkad hökmdarı Naram Suyin düşmənləri Umman Manda adlandırırdı. Yəni, burada Manda qoşunları adlandırırdı. Və ən son yeniliyə əsasən biz deyirik ki, Akkad hökmdarı, deməli, Şumerlərin dini mərkəzinə, Şumerlər bu ərazidir müəllimlər, deməli, bu ərazidir. Şumerlərin dini mərkəzinə ordu göndərmişdir və burada məbəd dağıtmaq istəyirdi. Kutilər də Şumerlərə dəstək çıxaraq Akkadların üzərinə hücuma başladı və bunların hücumu baş tutmadı. Ona görə belə bir sual düşsə ki, hansı hökmdarın şərəfinə burada mixi yazılı abidə, deyirsiniz, Kuti hökmdarının şərəfinə mixi yazılı abidə qoymuşdur. Akkad dövlətinin, bax gördünüz bu Akkad dövlətinin, deməli müəllimlər, varlığına deməli son qoymuşdur Kuti dövləti. Kuti budur. Burada Akkad dövlətinin varlığına son qoymuşdur. Nə edir? Akkad dövlətinin varlığına son qoymaqla bir, deməli, ölkənin ticarət yollarında əmin-amanlıq bir, 2 çay arasında xarici müdaxilənin qarşısı kəsilir 2, sökülmüş yollar bərpa edilir 3, Akkad və Şumerlərin idarəetmə qaydalarını öyrənirlər, hakimiyyət irsi deyildi, seçim yolu ilədir və 2 çay arasında canişinlər vasitəsilə idarə edirdilər. Şumer şəhərləri Kuti hökmdarların şərəfini mixi yazılarla kitabələr tərtib etmişdir. Ancaq bir səhvimiz onda oldu ki, biz yerli canişinlərə icazə verdik və bununla da bizim hakimiyyətimizin sonu gəldi çıxdı. Ona görə yerli məmurlara həvalə olunma axırıncı hökmdar Tirkana qarşı olmuşdur. Burada ay, bərəkət, məhəbbət ilahəsindən sitayiş daha çox var idi müəllimlər. Eramızdan əvvəl 3-cü minilliyin sonlarında Kisaya müəyyən parçalanmalar baş verdi və bundan sonra artıq yeni tayfalar, Turukki tayfaları müstəqilləşdilər və Kuti, Lullubi və digər tayfalarla birləşib deməli, 2 çay arasında baş verən hadisələrə qarışmağa başladılar. Yadınızda qalsın müəllimlər. Biri deyir ki, 3-cü minilliyə aid deyil. Deyirsiniz, 2-ci minillikdə Aşurlarla toqquşmada Turukkilər Aşurun Şuşara vilayətini, bax Aşur bu ərazidir, Şuşara vilayətini ələ keçirmişlər. Düzdürmü? 2-ci minilliyin sonlarında artıq Aşur yenidən qüdrətləndi. Deməli, və Kuti, Lullubi tayfalarına qarşı mübarizə apardı və 2-ci minilliyin sonlarında isə Aşur hökmdarı Adad-Nirarın ərazilərini işğal etdi və Aşurun tərkibinə qayıtdı.